Qonşunun evində təmir gedib bekarsan getdin, mən neyniyə bilərəm, tanımırsan. Belə bir adam qalıb, əvvəllər belə idi, qonşunun işini görür. İndi yoxdur belə bir şey. Gedib onun işini görərsən, əlindən gələn bir şeyi təmir eləyərsən, yardım eləyərsən, inanın onlarla çətinliyi həyatda sənə gözləyir, Allah götürər sənin həyatından. Allah'ın da olsun ki belə. Kim üçünsə bir yerə qaçarsan, onun işini həll eləmək üçün təmənnasız, heç nəsiz, onun zəhmətini çəkərsən, sənin həyatında səni 100 dənə zəhmət gözləyir, Allah deyir, götürün yolundan. Bu ilə kompensasiya eləyərsən, həyatda hər bir insanın o çətinlik dozası var. Siz onu özün dolduranda könüllü, arzu olunmaz çətinliklər gəlmir sən sonra. Get bir adamın hacəti üçün bir addım at. Bir qapısını döydüyünən eşitdim, məsələn, evimizdən səs gəlir. Biz deyirik, məni narahat eləmə. Düz deyil, təbii ki, gecə 12-də işləyib evdəkiləri, qonşuları narahat eləmək olmaz. Amma biz əsasən buna köklənir. Amma maraqlanır ki, bu qonşu eşit, görürəm, məsələn, təmir edirsən, bəlkə mən filan işi bacarıram. Əvvəllər bu təbiidən də təbii şeylər idi. Bir evdə kim yaşayırdı insanlar? İndi bunlardan o qədər komforta insanlar can atır ki, hərə özünü düşünür deyə, çətinliklərdən qaçır deyə, əlavə çətinliklərlə qarşılaşır. Adam gərək aciz olmasın. Bir həddə çətinliklər təbiidir.